Uca Allah şeytanın dilindən bir ayə nazil eləyib bizə. Şeytan qiyamət günündə Allahla danışacaq və insanlara bir xitab eləyəcək. Hamımız o gün o şeytanın xitabını eşidəcəyik. Diqqətli olun bir dənə, bayaq dediyim sözə nümunədir bu. Qiyamətdə eşidəcəyimiz sözü Allah indidən deyir bizə. Allahın sevgisini, rəhmətini duya bilirsiniz bu ayə ilə. Bir var deməzdi, gedib çatardıq qiyamətə, deyərdi, ay Allah, nə olanda bunu indidən dünyada deyərdin də bizə. Deyərdin də bu necə varlıqdır, deyərdin də bu neyniyəcək, şeytan kimdir, nəçidir, nə cürdür, nə danışacaq bizimlə, bizə nə deyəcək. Allahın rəhmətinə baxın ki, burada deyir, düşmənimiz sizə nə deyəcək orada. Sirrini açır Allah şeytanın. Allah şeytanı ifşa eləyir, amma insan hələ də başa düşmür. Cavandır görürsən,